Göyçay sakini Bakıda çoxmərtəbəli binadan yıxılaraq dünyasını dəyişib. Mətbuat az xəbər verir ki, hadisə ötən gün saat 18 radələrində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Xəlilova Nuray Elçin qızı binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin məlumata görə Nuray Xəlilova ehtiyatsızlıq səbəbindən yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Şəmkirdə də bədbəxt hadisə baş verib. Lentazın məlumatına görə hadisə rayonun Yeniyol kəndində qeydə alınıb. Belə ki, vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman divar uçub. Nəticədə 2 nəfər uçmuş mişar daşlarının altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Məlum olub ki, hadisə nəticəsində bir nəfər ölüb, digəri yaralanıb. Ölən şəxsin 44 yaşlı Göygöl sakini İlqar Quliyev olduğu müəyyənləşib. Xəsarət alan isə 53 yaşlı Şəmkir rayon Yeniyol kənd sakini Ələddin Bayramovdur. Faktla bağlı araşdırmaya başlanılıb. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı şərəf ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, sabah Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.